Düşünün, siz xeyirli bir insansınız. Amma həyat sizi bir dostla eyni yola çıxmağa məcbur edir. O dost isə şərdir. Hər addımda sizi xeyirlə şərin kəsişdiyi bir yolda qərar verməlisiniz. Bəs siz bu yolda necə bir seçim edərdiniz? Çox qədim zamanlarda bir padşah yaşayırdı və onun gözəl qızı ağır xəstələnmişdi. Dərdi əlac tapmaq üçün padşah fərman verdi. Fərmanda padşah belə deyirdi: kim mənim qızımı sağaltsa, onunla evləndirəcəm. Yox, sağalda bilməsə, qızımın üzünü gördüyü üçün onu öldürəcəm. Buna işdən xeyir və şər yola çıxmağa başladılar. Lakin yolda şər qısqanclıq edərək xeyrin gözünü kör etdi. Ondan rüşvət kimi qızıl aldı və çıxıb getdi. Xeyir tək və çarəsiz qalmışkən yazığı gələn gözəl bir xanım ona kömək etdi. Gözlərini sağaltdı, susuzluğunu yatırdı. Xeyir saraya gələrək padşahın huzuruna çıxdı və padşaha dedi ki, mən sizin qızınızı sağalda bilərəm. Bunu dedikdən sonra Xeyir padşahın qızına dərman verdi. Dərmanı içən padşahın qızı sağalmağa başladı. Amma Xeyir padşahın qızı ilə evlənmək istəmirdi. Onun gözlərini sağaldan gözəl qızla evlənmək istəyirdi. Sevgilisi ilə evlənmək istəyirdi. Padşah Xeyrə dedi: sən mənim qızımla evlənəcəksən. Xeyir isə padşaha baş əyərək bunu rədd etdi. Padşah qəzəbləndi və Xeyrə dedi: sən padşah qızını özünə ar bilirsən? Xeyir isə andaman etdi ki, mənim sevdiyim gözəllər gözəli bir qız var. Beləliklə Xeyir və sevdiyi qadın evləndilər. Çizgi film 1980-ci ildə Nizami Gəncəvinin 7 gözəl poemasından motivlənərək çəkilmişdir. Burada Nizami Gəncəvi həm saf xeyirliyi, həm də saf şəri göstərmişdir bizə. İnsan həmişə xeyirli ola biləcəyini və bu xeyirliliyin nəticəsində də həmişə qazanacağını göstərir. Amma əksinə, şərli, xətalı bir insanın isə həmişə başına bəla gələcəyini göstərir. Burada şair humanizm, əxlaqi məsuliyyət, yəni şair insanın daxili aləmini və mənəviyyatını hər şeydən üstün olduğunu göstərir. Xeyrin fədakarlığı və insaniyyətin humanizm ali təzahürün təsviridir. Seçim azadlığı və əvəz qanunu, səbəb nəticə. Nizaminin fəlsəfəsinə görə xeyir və şər yolu seçmək insanın öz əlindədir. Lakin hər bir əməl öz cavabını tapır. Nə əkərsən, onu biçərsən prinsipi tam olaraq işləyir. Xeyrin şər üzərində əbədi qələbəsi. Dünyada şər qüvvələr müvəqqəti üstünlük qazansa da, səbir, dürüstlük və xeyirxahlıq nəhayətdə qalib gəlir. Səbir və dözümlülük. Asketik fəlsəfə. Xeyrin gözləri kör edildikdən, susuzluqdan yandıqdan və fəlakətə düşdükdən sonra belə ümidini itirməməsi, üsyan etməməsi, fəlsəfi mənada daxili iradənin və səbrin qələbəsidir. Səbri burada sadəcə gözləməklə deyil, mənəvi dözümlülükdür. Qəza, qədər, təqdir, fatalizm və təfəkkür. Şər xeyrə nə qədər məhv etməyə çalışsa da, taleyinin yazısının qarşısını ala bilmir. Hətta şərin etdiyi pisliyi xeyri kör edib səhrada buraxması, fəlsəfi mənada xeyrin şahın sarayına gedib çıxmasına və böyük uğurunun qazanmasına vasitə olur. Yəni şər bilmədən xeyrə xidmət edir. Bu da xeyrin yaxşılığına gəlir.